Salam, Gəncə adlı Səllamə növbəti buraxılışında Kilsəkənd məhəlləsinin artıq rəmzləşən, rəmzi xarakter alan binalarından, bu abidələrin tarixindən söhbət açacaq. Ötən verilişimizdə də dediyimiz kimi, Rusiyanın tərkibinə qatıldıqdan sonra bu məhəllənin şəhərin ictimai-siyasi həyatındakı rolu xeyli artmağa başlayır. Belə ki, yerli əhaliyə heç vaxt etibar etməyən müstəmləkəçi hakimiyyət orqanları, əsasən xristiyanların sıx yaşadıkları ərazilərə, yəni sağ sahilə üstünlük verirdilər. Bunun nəticəsidir ki, Gəncə üçün xüsusi əhəmiyyət kəsb edən tikililər 19-cu yüzilliyin ikinci yarısından etibarən məhz bu məhəllədə ucaldılıb. İstər quberniya idarəsinin binası, Gəncə kişi gimnaziyası, Realni məktəb binası, Afansiyev adına şəhər şəfaxanası, Avropa tipli hamam, Maderin sinematoqrafı, Gəncə qız gimnaziyası olsun, istərsə də Fəvvarə qubernator bağı və digər tikililər artıq o dövrdə əhalisinin bir hissəsi xristiyanlardan ibarət olan Kilsəkənd məhəlləsinə marağın göstəricisi kimi çıxış edir. Məhəllənin hazırki yaşlı sakinləri deyirlər ki, bu əraziyə köçürülən ermənilərin tikdikləri evlərin birinin pəncərəsi digərinin qapısına, birinin eyvanı o birinin pəncərəsinə baxır. Bu da xoflu ermənilərin daha bir məkrindən xəbər verir. Bir-birinə sığınmaqdır da, o sığınmaqdır. Bir şey onda, onlar həmişə xoflu xalq olub da. Qəlbi təmiz adam, qəlbi təmiz adam, hamı da qəlbi təmiz bilə. Özünün qəlbi kirli deyin, hamı da elə şübhə ilə yanaşı yaşayırlar. Bir-birinin böyündəki hiyan olsun deyin də olar. Çoğunuz olar tutsun, bilsin nə deyib, qoy açıq deyib. Qəşək qızlarını onların bizim qəşəng dövlətli oğlanlarımız, vəzifəli oğlanlarımız almışdı. Yaxşı vəzifələrdə işləyirdilər. Şəhərlə gözəl yerində onlar yaşayır. Təmiz hava onlar yaşayan ərazidə idi. Suyun təmizi onlar yaşayan ərazi. Biz artizan su içirdik, onlara su içirdilər. Onlar niyə qarnını deşdi, bilmirdim, o yaxşılıq, o gözəllik bilmirəm da, elədilər. Gəncə bildim ki, tarixin elə yerdir ki, müəyyən tayfalar, məhəllə adları var da və Çələbi sözlə qeyd elədiyimiz kimi bu ağ evlərdir. Təbii ki, ağ evlərdə necə olmalı idi? Ağaya məxsus, özünü bildirmə, özünün əzəmətini, möhtəşəmliyini. Ermənilər də ömür boyu bilirsiniz ki, kölə qul olublar. Bura köçür gələndə qazmalarda, hətta əgər indiki yaşadığınız, müşahidə aparsa, analiz aparsa, son dövrlərdə ermənilərdə kim ki ev alıbdır, orada köçən əhalidən sorsanız, o evlərində kim ev alıbsa da təzən sökülsən etməyə məcbur olublar. Çünki ermənilərin nə qıblası bilinib, nə evlərində tağları, həmsi bir-birinə baxılan hava da dəyinirdi. Mən sizə baxılmazsınız, əgər erməni çasda geçsəz, Fitaro çasda ilə əraziyə geçsəz, xüsusən Mirzə Abbas Abbasada küçəsi, Karıqanlı Əli Nəzmi küçəsi, o vaxt o küçənin adı Koloniya küçəsi idi, indiki Şamiyan, üzr istəyən, Nərman o prozor. Müəyyən evlərə baxsanız, hamısı ermənilərdən tikilən evlərə baxsanız, elə bir ki, bunların xislətində var idi. Heç bir orada evləri olmamışdı. Yeri gəlmişkən onu qeyd edək ki, Gəncədə Sərdar bağından başqa daha iki böyük bağ olub, Qoburnat və Aleksandr bağı. Bu bağlardan birinin məhz Kilsəkənd bölgəsinə salınması isə Rusların bura köçürdükləri ermənilərə və bu məhəlləyə olan diqqətin göstəricisi kimi izah olunmalıdır. Bəzi yaxınlarda qubernator bağı da adlanan Qoburnat bağı 1890-1900-cü illərdə Gəncə çayının sağ sahilində quberniya idarəsi və Maderin sinematoqrafı, yəni indiki Smena kinoteatrının yaxınlığında salınıb. Burada Qlediç, Ağ Akasiya, Cökə, Sərv, Küknar, Çinar, Magnoliya, Dəfnə, Xamerops palması və digər ağaclar əkilib. Qoburnat bağı Gəncə qubernatoru Nakaşidzenin göstərişi ilə salındığı üçün bu cür çağırılırdı. Həmin bağ hazırda Adil İskəndərov küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişdiyi küçələr arasında salınan istirahət parkıdır. Bundan başqa şəhərin həmən hissəsində kilsənin, o indiki bugünkü mövcud olan kilsənin arxa tərəfində Gəncənin general qubernatorovdur Nakaşidze. O zaman Nakaşidze Qafqaz canişinin şərəfinə Sərdar bağını saldırmışdı. Öz adına isə bugünkü gün biz tanıdığımız ki bağ var, o bağın adı Qıvırnaq bağı deyildi cəmaat, əsl adı isə onun qubernator bağı idi. İndi xaraba vəziyyətdədir bugünkü gün o bağ. O dövrdə salınmışdı. Təəssüf ki, bir zamanlar Xan bağı qədər əzəmətli görünüşə malik olan və sağ sahil bar şəhər əhalisinin
sevimli istirahət parkına çevrilən bu bağ günümüzdə acınacaqlı vəziyyəti ilə diqqət çəkir. Gəncənin sol sahilində Şəhər Forer Teatrının, yəni indiki Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaxınlığında isə hələ xanlıqlar dövründən qalan bağın davamı kimi 1900-cü ildə 3-cü Aleksandr bulvarı salınıb. Forer Teatrından quzeyə Mürsəl ocağı və qəbiristanlığına tərəf nazik bir zolaq halında yaradılan həmin bağ sonralar Tiflis bulvarı da adlandırılıb. Maraqlıdır ki, Gəncəyə və Gəncəbasara köçürülənlər içərisində təkcə ermənilər üstünlük təşkil etməyib. Belə ki, köçürülən əcnəbilərin içərisində almanlar və slavyanların da adını çəkmək olar. Bu əcnəbilərin yerləşdirildikləri əsas əraziləri isə Şəmkir rayonu və Göygöl rayonunun ərazisi olub. 1818-ci ildə Württemberg almanlarının Şəmkirə köçürülən 209 ailəsinə mahalın ən məhsuldar yeri hesab edilən 3185 desiatin torpaq sahəsi verilib ki, bu torpaqların da 1500 desiatindən çoxu Şəmkir sultanlarının nəslindən olan Böyük Ağaya mənsubuydu. Şəmkirdə məskunlaşan almanlar Gəncə şəhərinin 20 versliyində Şəmkir çayının sahilində Annendir. Bir zamanlar Leninkənd adlanan hazırki Çinarlı kəndini, yəni Annendorf koloniyasını salıblar. Həmin ildə Gəncəyə gətirilən almanların digər bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavadxana məxsus, lakin 1813-cü ildə müsadirə olunan 4498 desiatin torpaq sahəsi verilib. Almanlar Gəncə şəhərinin 7 vers güneyində, keçmiş Xanlıqlar kəndinin yerində, yəni hazırki Göygöl rayonu ərazisində koloniya salıblar. Onlar 1819-cu ilin Pasxasında, yəni yazında koloniyanı İmperator 1. Aleksandrın bacısı Böyük Knyagina Yelena Pavlovanın şərəfinə Yelenindorf, yəni Yelena kəndi adlandırıb ora köç ediblər. Konqordiya şirkəti İşxanlar rayonunda təşkil olundu. Konqordiya şirkəti təşkil olanda onlar əsas üzümçülüklə məşğul oldu almanlar. Burada özləri üçün də, indi biz ona içən deyildik, onu yaxşı keyfiyyətli şərablar qayrırlar. Buna çəlləklərdə, palı çəlləklərdə göndərirlər Avropaya ilə. Bakının özündə Konqordiyanın özünün mağazası var idi, şərab mağazası var idi. Onun məndə şəkil də var. O zaman gedib onun qapısında fəhləlik eləyənlər kimi tənəyi kəsənlər, tənəyi göydaş vuranlar, məhsul yığıb daşıyanlar, hamısı Azərbaycanlılar bir o qədər oraya elə şeyə girişmirdilər. Onların Konqordiyanın Gəncədə böyük bağları bugünkü gün Kəpəz stadionunun yerində idi, onun arxasındaydı. Bax, o ətraflarda o vaxtı buranın adlanırdı, bağların adına deyirdilər Sadıllı bağları, Sadıllı üzüm bağları. Əsasən orada əkirdilər, yerli sortlarda əkirdilər, məsələ yerli sortlardan bayan əkirdilər, süfrə sortlarından Təbriz əkirdilər, az əkirdilər. Əsas bayan əkilirdi, bayan şirə də deyirlər ona. Bir də Gürcülərin Katseli sortunun ən çox əkirdilər onlar. Orada şərab istehsalı üçün əkirdilər. Qabağında da işlətdiyi almanların həmişə olsun, nökər kimi erməniləri işlədirlər orada. Bildiyimiz 2009-cu əsrin əvvəlində Württemberg almanlarının Napolyonun darmadağın edilməsindən sonra Avropa müttəfiq dövlətləri, xüsusilə burada Paçalar Sürümcə Sovyeti və burada Azərbaycanda Qafqazda bilavasitə belə deyək, xristiyan dinini, lüteranlığı Azərbaycan tolerant olduğuna görə bir çox xalqlar Azərbaycanın belə deyək də münbit torpaqlarına məskunlaşmışdılar. Həmin məskunlaşanların biri də Almanların bura köçürülmüş Yelendorf almanlarıdır. Yelendorf sözü nədir? Dorf sözü bizim tərcümədə Alman dilində kənd deməkdir. Və indiki xanlıqlar rayonu ərazisində Yelendorf, yəni müqəddəs yerilərin kəndi olduğuna görə və bildiyimiz kimi xanlarla Gəncə arasında məsafə az olduğuna görə Almanların müəyyən bir hissəsi də bizim qədim Gəncə, xüsusilə bu Kilsə kənd ərazisində, Çələbə yurdunda, hətta Gəncədə bizim məşhur küçəmiz olan hal-hazırda Gəncə küçəsi və sahib adlandırdığımızda orada Zingir mağazini vardı. Zingirin adına tikiş və Zingir mağazini hal-hazırda kimdə o adı məşhurda qalıbdır. Gəncə almanları 1826-cı ildəki qısa müddətli, təxminən 2-3 aylıq fasiləni nəzərə almasaq, 1941-ci ilin avqustuna kimi bu mahalda yaşayıblar. 1897-ci il məlumatına görə Gəncə qəzasında 30.086, şəhərin özündə isə 103 nəfər alman yaşayıb. Məhəllədə hazırda ömür sürən ağsaqqal və ağbirçəklərin söylədiklərinə görə
1915-ci ildə Gəncəyə köçürülən almanların əksər hissəsi məhz bu küçədə yerləşdirilib. Əli Nəzmi küçəsindəki binaların zirzəmilərinin tağlı formada inşa edilməsinin isə öz maraq çəkən səbəbi var. Gəncədə Forel şəhər teatrının fəaliyyət göstərdiyi və bu teatrın onu tikdirən Alman mühaciri, Gəncə və Yelenendorfda şərab zavodları, ambarları olan Forelin adından götürüldüyü məlumdur. Bütün bunlar onu göstərir ki, Gəncəyə köçürülən almanlar üzümçülüyün geniş yayıldığı bir şəhərdə də məhz şərabçılığı özlərinə sənət seçiblər. Yaşayış evlərinin zirzəmilərini də şərabın sərin saxlanması üçün bir qədər fərqli, yəni tağlı formada inşa ediblər. Bildiyimiz kimi o vaxtı texnikanın, belə dedi, nailiyyətlərin inkişaf eləmədiyinə görə, orta əsrlərdə Almanlar Azərbaycanın şərq şəhərlərində də, Almanya, Avropada da, müəyyən ölkələrdə belə dedi, soyuducu rol oynayırdılar. Bilirsiniz ki, Almanlar özləri Azərbaycanlar kimi biraz oxşar, belə deyək, analoglar var, oxşarlıqlar var. Bunlar kənd təsərrüfatı məhsulları ilə, xüsusilə üzümçülüklə, şərabçılıqla, duluzçuluqla məşğul olduqlarına görə və bunlarda bildiyimiz kimi onlar sərin qalsın deyə, məhsullar xarab olmasınlar deyə, bunlar tağlı, evlərin altında xüsusilə tağlı, belə deyək də, bir növ ammar rolunu, ammar funksiyasını yerinə yetirən evlər tikirdilər. Və bilavasitə burada məhsulların saxlanması üçün müəyyən əşyaların, xüsusilə bilirsiniz ki, almanlar həm də ki, şərabçılıqla məşğul olmuşlar və o şərabların saxlanması üçün, orada onları istifadə etmək üçün həmin tağlı evlər tikirdilər. Mən sizə bir maraqlı fakt deyim, Azərbaycanın tanınmış görkəmli alimi, iqtisad elmləri, əslən Gəncəli olan Nazim İbrahimovun 1989-90-cı illərin əvvəllərində çap olunmuş bir kitabı var. Təəssüflər olsun ki, Azərbaycanda ruscadır. Kitabın adı Nemetski Stranitsi Azərbaycanski Story, yəni Azərbaycan tarixinin Alman səhifələri və müfəssəl olaraq bu kitabda Almanların Azərbaycanda məskunlaşması, Xanlar Yelenendorf, Gəncə Yezavet Quberniyasında Almanların bu təsərrüfatını bilavasitə hətta 1819-cu ildə Lüttenberg Almanlarının belə deyək də xanların salınması və hətta 1919-cu ildə Azərbaycan Demokratik Cumhuriyyətinin, Xalq Cumhuriyyətinin dövründə bilavasitə Demokratik Respublikanın təşəbbüsü və rəhbərliyi ilə Almanların Azərbaycanda məskunlaşmasının 100 illik münasibəti ilə də orada tədbirlər keçirilmişdir. Orada Almanların adı ilə bağlı hərəkətlər izlər də qalır, evlər də vardır. Hətta o evlərin bir də mənə eşitdiyimə görə 1905-ci ildə erməni-müsəlman davası, belə deyək də, birinci erməni davasında orada ermənilərin müəyyən hansısa binada dəqiq deyə bilmərəm, sadəcə Koyqan küçəsinin başında, Əli Nəzmi küçəsinin başında ermənilərin bir silah ambarı aşkar edilmişdir. Və bu Məmməd Səid Ordubadinin və qanunlar əsərində harası üstü orta amenaslar haqqında müəyyən və xüsusilə mən sizə deyim, Əhməd Hüseynin Gəncə və Gəncələr kitabında müəyyən də orada baş vermiş hadisələr, o küçədə baş verən hadisələr, oradakı ictimai binalar haqqında məlumatları vardır. Məhəllənin nəzəri cəlb edən tikililərindən biri də quberniya idarəsinin binası, yəni qubernatorun iqamətgahı olub. Qeyd edək ki, bu binanı 1917-ci ildə Tatoğlu alıb. Bir zamanlar şəhər musiqi məktəbi kimi də fəaliyyət göstərən əzəmətli binada Gəncə Özəl Türk Liseyi, hazırda isə Gəncə Araz kursları fəaliyyət göstərir. O zaman şəhərin qubernatoru da orada otururdu. Bugünkü gün 2 mərtəbəli bir binadır. Qubernator orada otururdu. İstədiyimdə haradır? Hərbi komissarlıqdan aşağıdakı bina. Orada qubernator otururdu. O bank da qubernator evi olubdu, yoxsa idarəsi olub? O idarə olmuyor. İdarə böyrdəki olubdu. Musiqi işə olub. Hə, mən onu elə bilirəm. O təzə tikilidir. O da köhnə əzəmətli. O, ya 2 mərtəbə ki var ya, göyrəklərə irəklənirdi. O Sovet hökuməti yeni gələndə, mən biladı onu təzə tikildi. Sovet hökuməti dövründə tikildi. Şəhərin demək rəhbərliyi üçün, şəhər partiya komitəsinin əvvəlcə yerləşirdi. Askının bugünkü gün Kəsbat Akademiyasının kitabxanası ki var, Rızayevin, Abuzar bəy Rızayevin orada evi olubdu, mülki olubdu, orada yerləşirdi. Sonra bunun üçün böyük bir bina tikilib, o binaya köçüblər. İndi Bakı nədə uçub dağılı və ya ki, böyle, bax, orada otururdu. Bugün ADA-nın kimya korpusu kimi fəaliyyət göstərən Gəncə Kişi Gimnaziyası isə 1870-ci ildə Qəza Məktəbinin progimnaziyaya çevrilməsi, 1881-ci ildə isə sonuncuya gimnaziya statusu verilməsi nəticəsində yaranıb. Onun tələbələrinin təxminən 6-dan biri, yəni 527 nəfərdən 123-ü 1906,
1917-ci illərdə Azərbaycan türklərindən ibarət idi. 1915-1917-ci illər ərzində isə pedaqoji kollektivin 26 müəllimi Azərbaycanlı olub. Yeri gəlmişkən qeyd edək ki, müsəlman qızlarından fərqli olaraq oğlan uşaqlarının təhsil alması üçün daha əlverişli şərait mövcud idi. Müsəlman türk oğlanlar nəinki Gəncədəki dəmir yol, şəhər və sənət uçilişlərində, mollaxana və mədrəsədə, həmçinin ibtidai məktəblər hesab edilən Prixod kilsə məktəblərində də oxuyurdular. Doğrudur, onlar ilahiyyat və Slavyan kilsə təlimi dərslərindən azad idilər. Lakin rus dili, rus yazısı, riyaziyyat öyrənən bu uşaqlar gələcəkdə dövlət idarələrində xırda məmur kimi işləyirdilər. Müsəlman gəncləri isə təhsil hüququndan o qədər də istifadə edə bilmirdilər. Bunun səbəbi hər şeydən əvvəl həmin dövrün müsəlman əhalisinin psixoloji dünya görüşündən irəli gəlirdi. Ümumiyyətlə o zonada bir gimnaziya kişi gimnaziyasıdır. Bir dənə gimnaziyadır, gimnaziya. Bir də var Adil İskəndərov küçəsindəki, o Murskaya şkola adlanırdı, 5 illi idi. Bir də vardı ki, bayaq dediyim kimi progimnaziya vardı. Sonra progimnaziya, gimnaziya girişdir də belə. Qeyd edək ki, Kilsəkənd məhəlləsində inşa edilən əzəmətli tikillərdən, tarixi abidələrdən ikisi hazırda ADAO-nun tədris korpusu kimi fəaliyyətdədir. Bu binalarda aparılan təmir bərpa işləri zamanı tapılan damğa və işarələr isə binaların tikilmə tarixində bir qədər qeyri-dəqiqliyə yol verildiyini göstərir. Belə ki, bir zamanlar Gəncə Realni məktəb binası kimi fəaliyyət göstərən ADAO-nun İqtisadiyyat Korpusunun binasının tikilmə tarixi əksər yaxılarda 1883-cü il olaraq göstərilir. Lakin binada aparılan təmir və abadlıq işləri zamanı tapılan bir damğa bu fikrin üstündən xətt çəkməyə əsas verir. Binanın üst çapından çıxarılan işarənin üzərindən də göründüyü kimi, bu bina 1883-cü il deyil, 1847-ci ilə məxsusdur. Bir zamanlar ADAO-nun hərbi kafedrasının binası olan, hazırda isə mülki idarə kimi fəaliyyət göstərən Müqəddəs Nina adına qız gimnaziyasından söhbət düşdükdə isə insan bir qədər təəssübkeşliyini gizlədə bilmir. Buna əsas verən amil Gəncədə yerləşən bir tədris ocağında təhsil alanların içərisində ermənilərin Azərbaycanlılardan qat-qat üstünlük təşkil etməsidir. Müqəddəs Nina adına qız gimnaziyasında 1885-ci ildən 1906-cı ilə kimi 334 rus, 506 erməni, 66 gürcü, 21 alman, 19 yəhudi, 16 polyak, 4 İngilis, 3 Yunan, 3 sarı xaldey, 3 Aysori, 1 Avstraliyalı və 1 Asetin qızı təhsil aldığı halda burada yerli xalqın cəmi 3 nəfər nümayəndəsi oxuyurdu. Xan qızı Ziyadxanova Sərnitac, məmur qızı Həsənbəyova Dilruba və general qızı Novruzova Sayad. Rus çarlığı devrində həmən ərazidə təzə bir kilsədə tikilmişdi. Daha doğrusu təxminən 1860-cı illərdə o da bir kilsədə tikilmişdi. Orada onların hətta bir bazar da yaratmışdılar. Yevustura adlanan hissədə yaratmışdılar. O kilsənin həyətində onlar bir dənə də duxovnaya seminariya, dini seminariyada açmışlar. 1912-ci il açılmışdır. Bugünkü gün qırmızı kərpişdən tikilmə bir binadır, durur. O vaxtı buna Müqəddəs Nina gimnaziyası da açılmışdı Gəncədə. Bu Müqəddəs Nina gimnaziyası da progimnaziya idi, gimnaziyaya giriş idi. O zaman o indiki günləri Fövqəladə Hallar Nazirliyinin binası ki var. Vaxtilə o Kənd Təsərrüfatı Akademiyasının orada Zokorpus yerləşir. Bax o bina. Orada qız gimnaziyasıdır. Orada o zamanlar Gəncədə yaşayan ruslar, Yunanlar, ermənilər, hətta Azərbaycanlılardan da var. Çox təəssüf ki, o zaman Azərbaycandan cəmisi 3 nəfər orada qız oxuyurdu. O da kübar ailənin qızları idi. Biri xanlığın qızlarından idi, Ziyadxanovlardan idi.
Biri General Noruzov var idi. General Noruzov. Onun qızı idi, Saadət xanım idi. Bir də Mahmud Bey Özbək onun qızı idi orada. Orada təhsil alırdılar. Amma əsasən orada təhsil alınan Ruslar 500-dən yuxarı orada erməni qızı oxuyurdu. Amma çox təəssüf olsun ki, Azərbaycandan 3 dənə qız oxuyurdu orada. Yunan qızları, Latış qızları da orada təhsil alırdı. Onu da sizə deyim ki, o Duxovni seminariya ki deyirlər qızlar üçün, orada qızlar oxuyurdu Azərbaycanlı qızlar. Sadəcə olaraq bu, kilsə daxilində olmağına baxmayın, orada əsasən bunlar Rus dilini öyrənirdilər. Kimya, ondan sonra canım sizə desin, fizika, başqa dünyəvi elmləri öyrənirdilər. İntihası onlar dini ədəbiyyatına məşğul olurdular. Çünki xristiyan dininə biz qalib döydük, bizim müsəlman qızları idi. Amma başqa elmləri öyrənirdilər bu məktəbdə. 65 çarpayılıq şəfaxana isə əhaliyə tibbi xidmət göstərən müəssisə kimi böyük əhəmiyyətə malik idi. Adayır zamanı Gəncə valisi olan məşhur həkim cərrah Xudadət bəy Rəfibəyov həmin şəfaxananın direktoru olub. Bundan başqa, Gəncədə 1914-cü ilə kimi 80 çarpayılıq Bejinski adına xəstəxana da fəaliyyət göstərib. Bunlar şəhərin yuxarı məhəlləsində məskunlaşmışlar. Və bunların məskunlaşmasında həmin ərazidə hamımızın yaxşı tanıdığımız o küçələrin adı, məsəl üçün, vaxtilə o küçə, Maksim Qorxusu, Uçuşa küçəsi, çünki orada qız musiqi məktəbi var idi. Asrının binası, orada biz 1860 Gəncə Quberniya yaranan sonra orada qubernatorluğun binası yerləşmişdi, Zivyagin için tikildi. Və orada məsəl üçün, indi hal-hazırda poliklinika var. Və onun poliklinikada bildiyimiz kimi, bəlkə də qeyd edirəm ki, Nigar bəyin atası və 20-ci il repressiyaların qurban olmuş Gəncənin ilk qubernatoru olan, Allah rəhmət eləsin, Xudadət bəy Rəfibəyov da həmin fəaliyyət göstərmişdir. Kimya korpusunun qabaq tərəfində orada bir poliklinika da var. Bax, o poliklinikanı mənim eşitdiyimə görə bir Rus həkimi saldırıbdır. Orada xəstəxana da olubdur, bir 30-40 çarpayılıq bir xəstəxana da olubdur. Gəncənin fəxri Rəfibəyli, Xudadət bəy. O orada həkim işdi, cərrah, özü o həkim deyildi, cərrah idi. Qoy bu söz düşdüysə, bunu da yerini deyim, qoy bütün cəmaatımız da bilsin. Bizim üçün ayıbdır ki, bugünkü gün Xudadət bəyin adına bir küçə vermişik, Köhnə Razin küçəsi. Xudadət bəyin adını orada nə yazsalar yaxşıdır? Xudadət bəy adını yazsalar, Xudat bəy. Bu ayıbdır bizim üçün. Elə bir xalqın yolunda özünü Şam kimi yandıran bir şəxsin adını öcür yazmaq təhqir deməkdir. Bizə yaraşmaz bu. Onu təzdiklə düzəltmək lazımdır. Xudat bəy nə deməkdir? O Xudadət bəydir. Ələkbər bəyin oğlu Xudadət bəy. Gəncənin fəxri, Gəncəlilərin başının tacıdır. Öyle bir adamın adını elə yazmaq olarmı, təhrif eləmək olarmı? 1888-ci ildə Quberniyanın baş memarı Kriştaloviçin layihəsi ilə hazırki Adil İskəndərov küçəsində tikilən hamamdan isə bugün də yerli əhali öz təmizlik tələbatını ödəmək üçün istifadə edir. Lakin tarixi abidəyə diqqətlə nəzər yetirdikdə acınacaqlı bir vəziyyətin şahidinə çevrilirsən. Çünki abidənin xaricdən qəzalı vəziyyətdə olmasını görmək o qədər də çətin deyil. Keçən illər ərzində 6 kvadrat metrlik tamaşa zalı olan modern sinematoqrafının fəaliyyəti kimi adına da son qoyulub. Hazırda Smena kinoteatrı adlandırılan kinoteatr öz sükutu ilə diqqət çəkir. Məhəllənin maraq çəkən tikililərindən biri də Cavadxan dəftərxanasının binasıdır. Həcmcə kiçik tarixi abidəni xatırladan dəftərxana 18-ci əsrdə Cavadxanın göstərişi ilə tikilib. Bir vaxtlar Gürcü şairi Nikolas Barataşvilinin ev muzeyi kimi də fəaliyyət göstərən tarixi abidə artıq neçə müddətdir ki, Cavadxanın dəftərxana muzeyi statusunu alıb. Muzeydə Cavadxanın Siyanova göndərdiyi məktubların nüsxələri, onun özünün və qohumlarının, eləcə də qədim Gəncə qalasının şəkilləri saxlanılır. Sadalınan eksponatlardan başqa, Cavadxan haqqında müxtəlif dövrlərdə yazılan bir neçə kitabda burada ziyarətçilərin yolunu gözləyir. Sovet dönəmində illərlə baxımsız qalan dəftərxana son dövrlərdə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən bir neçə dəfə təmir olunub. Gördüyünüz bu bina Cavadxanın dəftərxanası kimi fəaliyyət göstəribdir. Ondan əvvəl Nikolas Barataşvili Gürcü şairi siyasətlə əlaqədar olaraq
Tiflisdən sürgün olunub bu binada 6-7 ay yaşamışdı. Sonra isə onun cənazəsini Tiflisə aparıblar. İndiki dövrdə Cavad xanın dəftərxanasına və bu muzeyə əvvəllər gürcülər qonaq gəlirdilər. Sonra indi isə demək olar ki, şəhərin sakinləri də bu muzeyə qonaq gəlir, öz rəylərini yazırlar burada. Son dəfə bu muzey 2 il bundan əvvəl təmir olunub. Çox yaxşı haldadır muzey. Demək, qonaqlar buradan razı gedirlər. Məhəllədə inşa edilən ən qədim tikili Şərsiz Alban məbədidir. İnşası 5-ci, 6-cı əsrlərə aid edilən bu tikilinin içərisi 7 sütundan ibarətdir ki, bu da inanclara görə dünyanın 7 möcüzəsini əks etdirir. Əslində bir otaqdan ibarət olan və qırmızı tufdan tikilən məbədin bünövrəsi çay daşı və gil məhlulu ilə qoyulub. Məbəd həmçinin dəhliz, açıq eyvan, bir yaşayış və 2 xidmət otaqlarından ibarətdir. Səhnə hissəsində sağ və sol tərəfdə hücrə yerləşir. Abidənin hasarı möhrədən, dam örtüyü kərpicdəndir. Üzərindəki qüllənin üstü şüşücü dam formasındadır. Hazırda Mirzə Abbas Abbaszadə küçəsində yerləşən Alban kilsəsində 1606-cı ildə Şah Abbas Gəncəni tutduqdan sonra İrandan bura köçən ermənilər yenidən qurma işləri aparır və öz adlarına keçirməyə cəhd edirlər. 1860-cı ildə Zubaryan adlı erməni ustası abidənin qarşısında giriş binası tikir. Dəhliz və bir neçə otaq artırılır. Binanın köhnə hissəsindəki daşların bir çoxunun üstündəki yazılarda 1862-ci ildə burada bir qrup erməninin həmin artırmanın inşasında iştirak etdiyi göstərilir. Abidədəki çardağın üstündə ermənilərə məxsus kilsə zəng qülləsi qoyulur. Binanın qədim hissəsində yenidən erməni xaç nişanələri oyulur. Alban məbədinin üzərindəki yazılarla, oyulan yalancı xaçlarla bu abidəni erməni kilsəsinə oxşatmaq cəhdləri edilsə də, Albanlara məxsus olduğu gizlədilə bilməyib. İstər qapıların üstündəki yazılar, istərsə də digər xırda detallar erməni ustaları tərəfindən ustalıqla silinsə də, abidənin quruluşu onun qədim Alban məbədi olmasından xəbər verir. 1860-cı ildə məbəd həqiqətən erməni kilsəsi kimi istifadəyə verilir. Sonralar kinofilm və teatr kimi fəaliyyət göstərən abidə hazırda Gəncə şəhər kamera orkestrinin istifadəsinə verilib. Mən təxminən 78-ci ildə o binanın üstündəki yazını mən erməni dilini bilmirəm, oxuya da bilmirəm. Mən onu bir nəfərə oxutdum. O səhv dedi, düz dedi, onun özü qalıqdı vicdanına. Onu tikilən arxitektorun adını deyəcəm bu saat sizə, Kişiyans. Kişiyansın proyekt əsasında tikildi. Bax, bunu mən oxumuşam. 19-cu əsrdə əsasən tuf daşından inşa edilən və hazırda Gəncə şəhər kukla teatrının nəzilində olan kilsə isə bəzi mənbələrdə Alman kilsəsi də adlandırılır. Abidənin Alman kilsəsi adlandırılmasının əsas səbəbi 1915-ci ildə Almanların Gəncə şəhərinə köçü zamanı binanın bir müddət Pravoslav kilsəsinin istifadəsinə verilməsi kimi göstərilir. Biz deyirik ki, bəziləri deyir ki, bura güya Alman kilsəsidir, yalan sözdür. Ora da kilsədir, o kukla teatrı olan da kilsədir. O kilsə isə kişi muşko gimnaziya ki var idi. Bugünkü gün biz ona Ximkorps da deyirik bəzi azadlarda. Ora kişi gimnaziyası idi. Gimnaziyanın həmişə tərkibində, nəzdində bir dənə də həmişə kilsə olardı. Çünki gimnaziyada dərslər rus dilində keçirildi. Bəlkə orada dərs keçmirlər. Musiqi alətlərində çalmağı öyrənirlər, xarici dilləri öyrənirlər. Zamanəsinə görə gimnaziya çox progressiv, irəli getmiş bir elm ocağı idi. O zaman bax, o kişi gimnaziyasının demək kilsəsi bugünkü gün o kukla teatrı idi. Orada tikilmişdi. Gəncəmizin bu tipli abidələri və məbədləri kifayət qədərdir. Öz milli mənsubiyyətinə hörmət edən hər bir Gəncə sevərin, hər bir Gəncə vətəndaşının isə qarşısında bir amal durmalıdır. Bu abidələrin tarixini bilmək və bilməklə yanaşı qorumaq.
Bəli, çalışdıq Kilsəkənd məhəlləsində yerləşən tarixi abidələrdən, bu abidələrin Gəncədəki rolundan söhbət açaq. Məqsədimizə hansı dərəcədə nail olduq? Bunu dəyişilməz olan elektron ünvanımıza yazmaq kifayət edir. Daha bir qədim Gəncə məhəlləsində görüşmək diləyi ilə. Salamat qalın.